Elçin. Bəli. Mənim. Humayla danışan. Tanıdım. Şevketdən götürdüm nömrəni. Bilirəm. Mən xahiş eləmişdim. Mənlə görüşmək istəyirdin. Bugün evdən çıxa bilərəm. Vaxtım var. Hara gəlim? Harada görüşək Laçın? İş yerimə gələ bilərsən, burada rahat danışa bilərik. Ofisə? Yox, mənim iş yerimə. Sən harada işləyirsən ki? Qatiyə mebel salonunda. Mən oranı tanımıram. Məkan ataram, gələrsən. Yaxşı. Məkan at, mən taksi ilə gələrəm. Axşamazan buradayım. Nə vaxt istəsən gələ bilərsən. Elə indi çıxıb gəlirəm. Çay getirmiştim size. İstemiyorum, çok sağ ol. Bir stəkan suyu, dilim masum qoyub. Dilin açıldı. Dilim tutulmamışdı ki. Özüm danışmırdım. Oy. Hele danışmağa sözün de var senin. Gücün ancak küsmeye çatır. Danışıp ne diyeceksin ki? Çok şey. Nədir? Nə fikirləşirsən mənim haqqımda? Utanmırsan saçını saqqalına qaran baxdı. Görlə dil ötür. Əcəb eləyirəm. Nədir, nə fikirləşirsən? Bu yaşımda səfək-səfək işlərlə məşğulanam, hə? Utanmırsan mənim haqqımda elə şey fikirləşirsən? Niye dünən dilin topuq vururdu? Çünki şəkli gördüm, şok oldum, beynim dondu. Ha. İndi açılıb beyninin donu. Hə, Bunda da görüm nə məsələdir? sənin görəcəyin işi mən görmüşəm. Nə iş? Deyim o şəkli kim çəkib? Ha. Şəmsi. Nə şəmsi? Hər dəfə sənə deyəndə ağzımın üstündən vururdu. Deyirdim qızdan əl çəkmir, deyirdim qızın üstünə çəmkirmə. Görlə dil ötür, mətləbə gəl. Axırda da görüşə çağırdı, qızın yerinə özüm getdim. Getdim ki, onun abını büküm ətəyinə. O əclaf da gördü ki, könlü yox, mən gəlmişəm. Yerinə ayrı adam göndərdi. Özü də xəlbətcə gizlənib bizim şəkillərimizi çəkmiş. Mən də şəkli gördüm, şok oldum. Səni görüm, dilin bir dəfəlik tutulsun. Az bunu dünən niyə mənə demir? Ha? Gərək elə vurub təpəni dağıdaydı. Vurasın təpəsindən. Bax o palatadır. Ata. Ata necədir ana indi? Birazdan həkim gələcək. Deyin nə dərman zad yazırsa yazsın, sonra ananı da götürün gedin evə. İndi necədir? Yaxşıdır ki deyirəm, aparın da. Sən hara gedirsən ata? Cəhənnəmə. Necəsən ana? Özünü də necə hiss edirsən? Yaxşıyam qadınam, narahat olma. Bu nə işdir ana? Ata səni niyə vurub? Nə olub? Şəmsin canına az zara. Əclaf evimizə lo saldı. Nə şəmsi? Bax sənə deyirəm, aç qulaqlarımı eşit. Biraz özümə gəlim sağalım, Şəmsin qanını içəcəm.
Həmçinin neyib ki? Bir stəkan su ver, dilim ağzım quruyub. Eşitmədin, get su gətir də. Otur, otur deyirəm. Sənan müəllim yoxdur. Yox, hələ gəlməyim. Gəl mənim otağıma. Gəl bura görmə. Yaxın gəl. Yenə bu nə hoqqadı çıxardırsan, zibil. Qudurubsan. Danışıva fikir ver, hə? Belə söz deyərəm, 7 qatından keçər. Nə deyəcəksən, hə? Düdük. Hə, get bir kənardan bax gör düdüyə hansımız oxşuyuruq, hə? 5 manat əlivə pul keçən kimi bütün nəslindən, nəcabətindən imtina edirsən. Hə? Sən də özünü kişi sayırsan? Hə, bura bax. Hə, nə dişimi qıcıyırsan, hə? Vurassan məni, hə? Sən kimsən, hə? Məni təhqir edirsən? Hə, dana baş. Bax, axırıncı dəvət xəbərdarlıq edirəm. Bir də məni təhqir edirsən, elə vurarım, yerlə bir olarsan. Nə gözümü bərəldirsən? Neyniyəsən, hə mənə? Əsəqla. Get ərzəni yaz, itil buradan, gözüm səni görməsin. Tez! Hə, gücün ona çatır da. Uzatma. Ərzədə yazaram. Gedərəm də. Amma sənin əmrinlə yox, öz xoşluğumla. Amma gedəndə Sənan müəllimə kim olduğunu olduğu kimi deyib gedəcəm. Mən işimi itirəcəm. Sən də nələri itirəsən də özün bilən. Nə din utadırsan, hə mənə? Hə, arvadımın xəlvət şəklini çəkib evimə dava salıb, indi mənə xox gəlirsən. Sənin arvadımın xəlvətdə nə işi var? Hə? Arvadın utanmır, qızının adından mənə mesaj yazır. Hə? Utanmır, gedib məni döydürür. Əcəb eləyir. Mən tapşırmışdı. Hə, əlimizdə pul görən kimi, sümsü itlər kimi qırsaqqız olub qızımdan əl çəkmirsən. Mən eynəməliyim. Onda heç nə, get arvadın başını bir də partlat. Çünki mən sizin ikinizdən də ağıllı çıxdım. Adam kimi danışa bilirəm. Niyə danışa bilmirəm? Danışmışam, Laçınla. Bəli, Adəm kişi. Adam kimi Laçınla danışmışam. Çünki elə danışığı Laçın başa düşür. Sən də məni təhqir eləməsəydin, sənlə də adam kimi danışardım. Sözümü qulağında sırığa elə. Könülü itə verərəm, sənə vermərəm. Allah xoşbəxt eləsin. Sən qızıvı da, elə məni.